müsibətin qarşısında, ətrafında dayanmışıq. Burada elə bir xaş bir yerdə, bir mənzildədirlər ki, şəhidlər xiyabanıdır. Bunu deməyə də heç ehtiyac yoxdur. Hər bir adam, hətta uşaq da bilir ki, bura nə olan bir yerdir. Ali bir məkan, ali bir məqamlı olan bir yerdir ki, burada dayanmışıq. Burada bizim dərdlərimiz, müsibətlərimiz, burada bizim arzularımız və xəyallarımız dəfn olunur. Çətindir bəzən görürsən danışmaq. Evlad itirmiş ata və ana üçün çox çətin olur. Bəzən görürsən ki, rahat danışırıq, bəzən görürsən qəhərlənirik. Müharibədir də əzizlərim, müharibə qansız qarasız olmur ki. Gərək ki, bir nəfər canından keçməli olsun, vuruşsun, döyüşsün. Həqiqətən də şəhidimiz Salih və onun simasında bütün şəhidlərimizi dəfn etmişik, vətən yolunda qurban vermişik. Allah bu qurbanları bizdən qəbul eləsin. Bu bir, ikincisi də ki, nə deyim? Adam görürsən ki, bəzən söz də tapmır deməyə ki, bir balaca elə söz deyim ki, olmasa kiminsə təskirliyi olsun. Bu qəhrəmanlarımız bizim xalqımızın üzünə ağ eləyən qəhrəmanlardır. 30 ilin həsrətinə son qoyan qəhrəmanlardır. Bizim şəhidlər xiyabanında ən gənc əskərimiz elə Salih Nuriyevdir. 2 ayın əskəridir. Nə deyim mən? 2 ay cəmisi xidmət göstərə bildi. Və 2 ayın ərzində də görürsünüz ondan nə xəbər gəldi, şəhidlik xəbəri gəldi. Allah məqamını uca eləsin. Allah səbirlər versin. Ailəsində bilirsiniz ki, 3 qız evladı var. Salih 4-cü oğlan uşağı idi. Evin tək oğlu olur. Amma dünyaya gələndə onlar cüt gəliblər. Bir bacı, bir qardaş. Onlar əkiz olur. Allah yerdə qalanını salamat eləsin. Qəhrəmanımız haqqında nə danışaq? Yaxşıdan başqa heç nə. Biz bunlardan gözəllikdən başqa heç nə görmədik. Bu şərəfli, bu qeyrətli yolu bu oğullarımız gedir. Hansı ki, digərləri görürsən, danışırlar, deyirlər. Mən özüm hərdən özümə fikir verirəm, çıxışlarımı internetdə izləyirəm. Görürəm ki, elə danışıram dildən, boğazdan, heç o tərəfdən çox da hiss olunmur. Amma əməldə lazımdır göstərmək. Əməldə yalnız Azərbaycan səhnəsində əməlin, yəni yuxarı nəticəsini göstərən qəhrəmanlarımız bu şəhidlərimizdir. Ki, onlar öz əməlləri ilə, öz gördükləri işlə Allah yanına ucala bildilər. Allah şəhidlərimizin məqamını uca eləsin, onları Peyğəmbər bağlarından ayırmasın. Mən həmişə belə dua eləmişəm. Ailəmizin nədir? Ailəmizin arzuları, xəyalları vardır. Bütün arzular da, xəyallar da burada olan şəhidlər kimi Salihdə də qəbr edir. Onun məzarına qoyur. Ondan sonra nədir indi? Evlatlardır. Salih əskər gedəndə onun bacıları sular. Bizi görürük ki, evlidirlər, hətta evlatları da var, Allah saxlasın. Allah olmayanlara nəsib eləsin, qismət eləsin. Bax, belədir də həyat bəzən görürsən, enişli, yoxuşlu olur. Görürsən ki, bir nəfər dünyasını dəyişir. O birlərin də həyatında müəyyən qədər istərdim ki, bundan sonraki həyatlarımızda elə müsbət dəyişirlər. Çətinliklərlə, əziyyətlərlə, zəhmətlərlə yüzləşməyəcək. Arzusu ürəyində qalan bu gənc əskərin solmuş baharı var vətən yolunda. Və lakin Talihin qısa ömrün adını şəhid yazdılar məzar başında. O dünyasında çox 18 bahar görüb, onsuz aylar, illər çox qəmli ötüb. Bir payız səhəri gözlərin əbədi yolu, qofub ömrün yarpağı cavan yaşında. Hərdən onunla görüşürük rüyada. Deyir, bilirəm müsibətin böyükdür dünyada. Söz vermişdim, qayıdacağam yağışlar, qarlar yağışda. İndi bildim ki, bəzən yaşıl yarpaqlar da solarmış baharlarda. Məni bağışla ki, səni gözü yaşlı qoydum bu vəfasız yollarda. Dərdimlə səni də qodlatdım cavan yaşlı. Artıq 6 ildir ötür. Salih kimi qəhrəman oğullarımızın şəhadəti nəticəsində Azərbaycan bütövləşib. Elimizin, yurdumuzun hər bir yerində Azərbaycan bayrağı dağlanır. İndi bəzi yoldaşlardır, mən üz üstdən sözümü öyrəndim, məcburam deməyə.
Elə çalışdılar əvvəldən ki, bir balaca bu tempi aşağı salsınlar, bir balaca belə zəifçilik olsun. Sağ olun, təşəkkür edirəm hər birinizə. İlk öncə şəhid anaları və qonaqlarımız, qohumlar, burada şəhid ataları, qazilərimiz, bizim məktəbdən olan balaca dostlarımız neynədik? Biz iməclik halında demək olar ki, iştirak elədik. Hər bir şəhid üçün ayrı-ayrı günlərdə neynədik? Onun tədbirlərini keçirdik. İstər tədris ocaqlarında, istər məktəblərdə, istər məsəl üçün tarix muzeyində, istərsə də bax belə anım günlərində, mövlud günlərində toplanıb qəbrin ətrafına neynədik? Biz qəhrəmanlarımızdan danışdıq, onları unutmadıq, onları yaşatdıq. Bu bizim boyun haqqımız olur. Boyun haqqımız olur. Çünki belə etməsəydik, indi burada cəmisi ata və ana bacılardan başqa bir varlıq yəqin çətin ki olardı. Allah rəhmət eləsin, Allah səbir versin. Çox ağır və dəhşətli, çətin zamanda 44 günün ərzində belə bir nailiyyətlər ortalığa qoymaq, mən deyərəm ki, hər ordunun və hər əsgərin işi deyil. Bunu bacaran oğullarımız var, hansı ki bu günləri məzarları gül çiçəyi ilə bəzənir. Çünki Azərbaycan bizim doğma yurdumuz, doğma ocağımızdır. Hamımız eyni dildə danışırıq. Sənə mərd oğullar edər canını qurban. Sən yer üzünün cənnətisən Azərbaycan. Sənə oğlumun tabutuna bükülən bayraq, bir daha yenmə səmalarda dalğalan. Ulu torpaq, atalardan, babalardan yadigarsan. Sən qəhrəmanlar yurdusan, şəhid qanıyla yoğrulmusan. Azərbaycan, Azərbaycan, Azərbaycan. 6 il bundan əvvəl elə indiki kimi gözümün qabağındadır. Əlimdə elə dəsmal da var. Onları necə məzara qoyurlar, necə həvəslə torpaq atırlar. Bunlar xəyallarımızdır, ümidlərimizdir. Onları görmüşəm, o gözümün önündən heç vaxt getməz. Sən gedəni gözüm dikilib yollara, elə səndən ötürü elə hey baxır uzaqlara. Yadımdadır o gün çox ağladım, baxdıqca məzarımıza falan torpaq. Görən hansı əllər səni düşüb, yandı köndü məsələtindən, nə pis qəbər gəldi. Soldu ömrüm sən olandan, onu həsrət sənsiz qalan otaqlara, görər hansı əllər səni düşüb bayraqlara. Bugün biz bura mövlud münasibətinə görüşmüşük. Qəhrəmanımızın mövlududur, bugün dünyaya göz açdığı gün.